Herkese salam. YouTube videoma xoş gəldiniz. Bugün ani bir qərar değildi. Dünəndən deyirdim ki, 6-cı gün gedərəm bazara. Yəni bazarlıq elədim. İndi gedib beçə ilə sup bişirəcəm. Qəşəng bir sup bişirmək planım var. Amma ondan qabaq bugün durub anatomiya oxumağa başlamışdım və 1-ə qədər oxudum. Birdən sonra saat 1-də çıxdım bazarlıq eləməyə belə. Bu formada. İndi axşam ya da ki evə gedib qərarlaşdırmaq istəyirəm. Yəni Gənclik mərkəzi başqa bir yerdə dərs oxumaq istəyirəm. Amma amerikano içsə və o kənardakı insanlar niyə mənə elə baxır kameraya danışdığım üçün. Neyse özüm üçün Monika zad da almışım. Onları evə gözləndə göstərəcəm. İndi oturub dincəlirəm. Həm soyuqdur, əlim donub, həm də ki yani əllərim yoruldu daşımaqla. Kloklar hər nə qədər yüngül olsa da, yəni adamın əlini buradan Gənclik mərkəzinə getməyi düşünürdüm əlimdəki tərəvəzlərlə. Neyse ev yaxın olduğu üçün bura gedib bunları birinci evə qoyacağam. Daha sonra Gənclik mərkəzinə anatomiya dərs oxumağa gedəcəm və kofe sifariş eləyəcəm özümə. Belə, plan belədir. Çəkəcəyimi. Neyse piyada keçidindən keçirdim ama bəzi komplekslərim var ki onları qazanmışam. Çünkü piyada keçidindən keçəndə kameramı belə tutub öz-özümə danışa keçdim və vecimə də olmadı. Vecimə deyil, artıq həyat vecimə deyil. Mən buradan dururam çünkü bəzi insanlar mənə qəribə baxır ki bu niyə öz-özünə danışır. Belə. Sardığım, dünən bunu aldım. Əslində mən çox balaca bir şey istəyirdim. Hətta yani qızla axtarırdıq, o da şahid oldu. Amma artıq məcbur tapa bilmədiyim üçün, bu da şirin gəldiyi üçün bunu aldım. Yəni yekədir də, nə bilim. Heç nə olmaz. Əsas odur qəşəngdir. Məcbur daha aldım çünki açarlıq istəyirdim. Və bu da pis deyil, sadəcə yekədir. Əllərim don. Əllərimə baxın. Bu nə əldir? Neyse kremleyeceğim çünkü şaxta çok pis təsir edir əllərimə, buradakı şaxta. Və bunları mətbəxə yerləşdirəcəm gedib. Sonra evi bir şey təmizləyəcəm. Bu həftə ev təmizləmə sırası məndədir. Və gedəcəm indi yemək bişirəcəm. Vaxtıdır bilmirəm. Mən axşam 6-da yeyirəm, düzdür? Biraz tez olacaq. 5-də 6-da yemək bişirəcəm və yani mətbəx boş olsa yemək bişirəcəm. Bu qədər. Başqa nə edəcəm? Yəni yemək bişirdim ha. Əslində bişirilən anda yemək daha yaxşıdır. Amma qoy indidən başlayayım çünki supdur və betsa supu uzun müddət alacaq. Əslində mən kafeyə gedib sumkam da hələ arxamda anatomiya oxumaq istəyirəm. Olsa kofe götürərəm, biri amerikano. Yəni belə. İndi sizə aldıqlarımı göstərəcəm. Sonra onları aparıb mətbəxə yerləşdirəcəm. Belə. Lavaş. Elə bunu evimizin qabağındakı marketdən aldım. Bazardan pomidor. Bu pomidorları mənə 2.50-yə satırlar. Amma bilirəm ki bunun qiyməti 2.50 deyil. Daha ucuzdur. Və bir də ki əzilmiş pomidordur. Amma məcbur idim. Çünki pomidor qıtlığıdır. Yəni heç harda yoxdur. Sonra qaydanda gördüm ki var imiş. Sadəcə oraları gözdən qaçırmışam. Amma bu əzi-üzü idi və kişinin Allah'tığını hissilədim. Neyse, ümid edirəm allatmayıb. Yəni ümid edirəm düz qiymət almışam. Pul qabım bu heç. Pul qabım. Soğan. Kartof kök. Əsas məsələn bu heç bu mandarin. Bunu da bazardan almışam. Nar falan da alacaqdım. Amma narların görüntüsü heç içasızı deyildi. Ona görə almadım. Bir də ki buradakı nar ağappaqdır da içi Naxçıvanları. O bizim tərəfdə. Bizim tərəf əslində Naxçıvandır normalda. Amma o şimal tərəfin işidir. Yəni nar buranın işi deyil. Buradan alınmaz. Bu tipdə bir deodorant aldım. Yaxşı. Tonika aldım amma bənövşə rəhdə. Bənövşə rəhdə. Yəni bilmirəm. Yani bu ucu açılıb, rəngi də açılmır. Qəribə bir şeydir ki, deyəsən qalıcı boyadı bu çəhrayı. Ya da çəhrayı adında nədirsə. Yəni rəngini də deyil, bilmirəm belə bir sprey. Amma bu nə spreydir saç? Yoxsa ümumiyyətlə?
Nə bilim. Nəsə axır qoxusu qəşəngdir bunun. Yəni dəyərli almağa. Heç nə, əsas göstərəcəklərim bunlar idi. Bu da tələbə pulu 1 manat. Belə. Amma bir şey deməsəm olmaz. Soğanı aldığım yer mənə dedi ki, sənə pulsuzdur. Sənə pulsuzdur və nə vaxt istəsən gəlib al. İndi yəni alladanlar da olsa bu pomidor kimi, amma bunu deməliyəm. Yəni çünki pisi deyil, yaxşını deməmək olmur. Yəni o kişiyə buradan salam göndərirəm. Bəlkə də heç vaxt YouTube videom onun qarşısına çıxmayacaq, amma ümumiyyətlə nəsə. İndi gedirik bunları yerləşdirəcəm. Əsas sizə bu üçün göstərirdim. Parfumeriyaya da girdim. O parfumeriya da məni çox yaxından tanıyır, çünki ancaq qrup qardaşlarıma hədiyyə almağa girəndə oradan alıram. Neysə. Yemək bişirəcəm. Amma hələ tam planlaşdırmamışam hansını nə vaxt edəcəm. Təmizliyi birinci edəcəm. Amma supu da qabaqcadan bişirmək lazımdır, çünki vaxtı bilmək olmur. Qaynaması falan. Əslində tez hazır olur, amma neysə. Belə, getdik. Hazırda sup bişirirəm. Bazardan aldığım tərəvəzlərlə, tam da planladığım kimi. Və içinə toyuqları təzə boşaltmışam və tərəvəzləri içinə yekə doğradım, çünki blenderdən keçirdəcəm. Və kartof, kök, pomidor və soğandan istifadə elədim. İndi bu supu hazırladıqdan sonra planım anatomiya oxumaqdır. Amma tam bilmirəm harada oxuyum, gedib kafedə mi oxuyum, gənclik mərkəzində mi oxuyum, bilmirəm. Amma mənə elə gəlir ki, mən başqa yerdə dərs oxuyanda fikrim dağılır, istər-istəməz. Və bugün də o riski almaq üçün yaxşı bir gün deyil. Məncə o riski sabah alım. Vaxt keçirmişəm çöldə. Yəni, məncə onu sabah cəhd edeyim. Bir də mən böyle bir şey deyəcəm. Bir həftə müddətində qətiyyən baldan başqa heç bir şirin yeməyəcəm. Bir də gələn həftənin bazar günü özümü mükafatlandırmaq üçün paxlava yeyəcəm. Əllərim yağ su içindədir və əllərimə krem vurmadım. Gələn kimi elə mətbəxdə başladım şey eləməyə. Su pişirməyə belə. Mən bu zeytun dadını çox sevirəm. Bu da ləzzətli. İndi anatomiya oxuyacağım. Qarşımda iPad-im və oradan anatomiya oxuyacağım. İndi də dərs oxumağa keçə bilərik. Durdum. 5'e qalmış durdum. Belə. Neysə, görək necə olacaq da. Hələ bəzi sual başlıqları var ki, ümumiyyətlə oxumamışam. Təkrara da qayıtmalıyam. Görək, çatdırırıq mı? 9'a qədər vaxtım var. 9'da artıq hazırlaşmağa başlamalıyım. Mən biraz oxuyub sonra səhər yeməyə getdim. Belə bir şey var ki, imtahana çox az qalıb. Və mən kəllə sümüklərini ilk dəfədir ki oxuyuram. Kollekviyumlardan sonra, kollekviyumlardan da nə yadımda qalıbsa, onlar mənə kömək olacaq. Yadımda qalıb. Neysə, kəllə sümükləri bu vəziyyətdə, daxili orqanları demirəm. Yəni niyə belə olur bilmirəm. Əzbərləyirsən, amma sanki heç nə yadımda qalmırmış kimi hiss gəlir. Və imtahana çox az qalıb. Çox az qalıb. Yəni mən indi geyinib çıxmalıyam o dərəcədə. Bir 10 dəqiqəyə falan. Heç nə. Hal-hazırda axşamdır və mən
Səhər imtahanımı verdim və özümü mükafatlandırmaq üçün kəndə gəldim. Niyə? Çünki anatomiyam çox gözəl keçdi. Yəni çox ürəyimcə oldu imtahan. Sadəcə məndən olsa özümə 47 verərəm, amma müəllimin qiymətləndirməsindən asılıdır. Demişim çünki imtahanı oxuyanda, imtahana hazırlaşanda videoda demişdim ki, təəssüratlarımı danışacağım. Anatomiya imtahanım çox gözəl keçdi və mən evə gəldim. Qərar verdim ki, kəndə gəlim. Çünki özümü mükafatlandırmaq istirdim. 2 gün elə oxudum ki mən, yəni çox pis idi. Çox ağır oxudum və əzbər ancaq beyin əzbər qəbul edirdi. Ona görə belə gəldim. Bayaq nənəmlə ətli bir salata hazırladıq. Sonra söhbət elədik. Yəni ehtiyacım olan buydu. Naxçıvan şəhərində bilmirəm nə edərdim. Bugün informatika imtahanımız oldu. Mən dünən kənddən gəlmişdim və yəni bugün imtahana girdim. 93. Yox, hadi 93 bal yığdım. Dublaj ya da alt yazılı filmə baxacağam və bir də ingilis dilində filmə baxacağam. Yəni 2 filmə baxacağam. Onun üçün getdim marketə imtahandan çıxan kimi. Birincisi səhər yeməyi üçün smetandır, kəsmikdir, süddür ya da deyəndə sonra mozzarella aldım. Amma lavaş almadım. Lavaş yaddan çıxdı. Lavaş problem deyil. Səhər bu evimizin qabağındakı dükandan da almaq olar. Belə. Neysə, özüm üçün belə ayran və ən sevdiyim cips növü Doritos və ayran. Belə. Sonra video editləyəcəm. Elə bu YouTube videomu editləməyə çalışacağım. Çalışacağım deyəndə artıq bu son səhnəsidir videomun. Ona görə sağollaşıram sizlə. Yəni imtahanlarım gözəl davam edir. Histologiya qaldı, çətini qabaqda ümumi olaraq danışsam. İmtahanlardan, histologiyadan sonra mümkün müdafiə və ingilis dili var. Onlarda qorxulası bir şey yoxdur. Əsas çətin məsələ histologiya qalıb. Belə görək nə olur. Histologiya dediyim kimi biraz həm də bu digərləri kimi deyil, risklidir. Yəni mən oradan 50 üzərindən 48 bal yığmalıyam ki, əlaçı olum. Əlaçılıq davam edərkən bir fənnə görə pozulması çox pis olar məncə. Neysə, film keyfi, sonra video editləmə, sonra histologiyaya başlayaram məncə. Belə, ona görə sizlə sağollaşıram. Salamat qalın.